indi tunelə daxil oluruq. Tunellərdə nələr qadağandır bilirsən Aygül? Tunellərdə dayanma, durma qadağandır. Geriyə hərəkət, yəni arxa-arxaya sürmək qadağandır. Dönüb geriyə qayıtmaq qadağandır. Ötmək qadağandır. Fərq etməz tunel 3 zolaqdan ibarət tunel olsun, yaxud 5 zolaqdan ibarət tunel olsun. Fərq etməz. Tunellərdə tətbiq olunmuş nişanlanma xətləri 1.5 nişanlanması olsun, yəni bu qırıq-qırıq xətt olsun və yaxud da düz xətt olsun, yəni 1.1 nişanlanması. Bu sadaladıqlarımın hər biri qadağandır. Başqa dillə desək, tunellərdə hər şey qadağandır. İki haldan başqa ki, bu iki halda qadağan ola da bilməz. Bir, məcburi dayanma, yəni avtomobilin texniki nasazlıq səbəbindən və yaxud da baş vermiş yol nəqliyyat hadisəsi səbəbindən hərəkətsiz vəziyyətə gətirilməsi ki, bu qadağan ola bilməz. İkincisi, yandan keçmə əməliyyatı. Misal üçün, bu avtomobil bizim yanımızdan keçir və yaxud da digər hərəkət iştirakçısı. Cüzi qaza toxunaq. Aydın oldu. Hələ ki zolağımızı dəyişmədən hərəkətimizi düz davam etdiririk.